Belə bir cədvəl yaratmışam. Bu cədvəl üzərində praktiki olaraq formatlamanı həyata keçirəcəyik. Cədvəlimizdə işçilərin adı və soyadı qeyd olunub, həmçinin maaş ödəniş tarixi, əsas maaş, bonus, vergi və tutulmalar və net maaşın sütunu burada qeyd olunub. Bu tarixlərdir, qiymətlərdir, adı və soyadlardır təsadüfi yazılıb. Bunları izah eləmək üçün yazmışam. Gəlin indi formatlamanı həyata keçirək. Mən istəyirəm ki, bu hissədə, baxın qiymətlər hissəsində, vergüldən sonra 4 onluq mərtəbəyə qədər yuvarlaqlaşdırılıb. Mən istəyirəm ki, decimal place 2 olsun. Bunun üçün buranı seçirəm. Number qrupunun qarşısında baza bir ox işarəsi var. Buna klik etdikdə format sez pəncəsi açılır. Number hissəsində decimal place hissəsinə gəlirik. Burada bunu 2 edirik. Yəni 2 onluq mərtəbəyə qədər yuvarlaqlaşdırılsın. OK düyməsini klik edirik. Baxın bu şəklə salır. Yəni bu şəkildə formatlayır. Məsələn, mən gəlib, baxın, burada deməli, vergül qoyub 789 yazsam, OK düyməsini klik edəcəm. Baxın, 1500 manat 79 qəpik şəklində yazacaq. Bax, niyə 79 oldu? Buna klik edirəm 2 dəfə. Baxın, 789 idi. İkinci onluq mərtəbəyə qədər gəlib çıxır. Məsələn, baxır, görür 8-dir, düzdür? 8-dən sonra 3-cü onluq mərtəbə gəlir də. Biz isə decimal place 2 eləmişik deyə 2 onluq mərtəbəni çıxardacaq. Amma 3-cüyə dəyməyəcək. Onu çıxartmaq üçün baxır 3-cüyə, görür 3-cü yerdə 9 durub. Riyaziyyatdan da bilirsiniz ki, 5 və yaxud da ondan böyük olduqda artıq belə deyək, yuvarlaqlaşdırmada bir vahid üzərinə gələcək. Amma 5-dən kiçik olduqda dəyişməyəcək. Baxın, ikinci onluq mərtəbəyə qədər yuvarlaqlaşdırırıq. Ondan sonra görürsünüz 9 gəlir. 9 da 5-dən böyük olduğu üçün ona görə 8-in üzərinə 1 gələcək. Və o şəkildə yuvarlaqlaşdıracaq. Baxın, OK düyməsini klik edin. Baxın, 1500 manat 79 qəpik yazdı. Ctrl Z deyirəm, əvvəlki vəziyyətinə qayıdıram. Və istəyirəm ki, mən burada elə bir formatlama aparım ki, baxın, bu qiymətlər Azərbaycan valyuta simvolu ilə formatlansın. Seçirəm bu hissəni, gəlirəm, bax, bu düymə vasitəsilə də bunu eləyə bilərəm. Və yaxud da format sez pəncəsini açıb currency hissəsinə gəlirəm. Burada simvollar siyahısı var. Buradan Azərbaycan valyutasının simvolunu seçirəm və OK düyməsini klik edirəm. Baxın, həmən valyutanı bura tətbiq elədi. İndi isə istəyirəm, baxın, bu vergi və tutulmalar ki, yoxdur. Burada mənfi simvolu ilə işarə olunub. Mən istəyirəm ki, mənfi buradan silinsin, mənfilər qırmızı rənglə formatlansın. Necə edirəm? Bax, bu negative numbers-da, düzdür? Buranı seçirəm, bu şəkildə də seçə bilərəm. Və yaxud da, ola bilsin ki, sizdə cədvəldə sətirlər çox olsun. Bu şəkildə seçəndə artıq vaxt itkisi ola bilər də, uzun çəkər. Ona görə daha sürətli yolu seçirik bu xananı, birinci xananı. Klaviaturadan Ctrl, Shift, aşağı ox düyməsini sıxırıq. Sütunun sonu harada bitirsə, ora qədər seçir. Seçdik bu hissəni. Gəlirik, format sez pəncəsini açırıq. Currency hissəsində negative numbers var. Bunu negative numberləri qırmızı edirik, formatlayırıq. OK düyməsini klik edirik, baxın bu şəklə salır. Sonra burada tarix hissəsi var. Tarix hissəsini istəyirik formatlayaq. Necə? Məsələn, istəyirəm ki, birinci gün gəlsin, sonra ayın adı gəlsin, sonra il gəlsin və hansı günə düşürsə, məsələn, çərşənbə axşamı. Orada formatlansın. Seçirəm tarix hissəsini, bu şəkildə də seçə bilərəm və yaxud da birinci xananı seçirəm. Klaviaturadan Ctrl, Shift, aşağı ox düyməsini sıxıram. Bütün sütun seçilir. Və gəlirəm, format sez pəncərəsini açıram. Burada date hissəsi var. Date hissəsində bax, bu cürə formatlamaq istəyirəm. Birinci gün gəlir, sonra ay, sonra il, sonra hansı günə düşürsə o. OK düyməsini klik edirəm, bax, bu şəkildə formatlamış oldu. İndi isə net maaşı tapmaq istəyiriksə, nə edirik? Əsas maaşın üzərinə gəlirik bonusu və ondan çıxırıq vergi və tutulmaları. Baxın, bunların üzərinə gəldikdə formula bar hissəsində görsənir, mənfi simvolu hələ də qalır. Bu formatlanıb deyənə
mənfi simvol görsənmir, amma formula bar hissəsində görsənir. Biz əsas maaşın üzərinə bonusu gəlib bunu çıxanda bu əvvəlində mənfi simvol olduğu üçün üzərinə gələcək. Ona görə biz düsturda plus simvolunu daxil eləməliyik ki, bu artıq bunların cəmindən çıxılsın. Gəlirik bura bərabər simvolunu daxil edirik, əsas maaşı seçirik, üzərinə gəlirik, bonusu və üzərinə gəlirik, vergi və tutulmaları. Enter düyməsini klik edirik, bax, nəticəni bizə çıxardı. Double klik edirik, bütün xanalar bunu tətbiq eləmiş oldu. Deməli, formatlamanın cədvəl üzərindən praktiki izahına baxdıq. Növbəti dərsimizdə görüşənədək.